Salam hər kəsə millət, mən Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz. Məncə artıq videonun adından və atmosferdən başa düşdünüz ki, biz hələ də Dubaydayıq və hal-hazırda çox maraqlı bir video çəkmək üçün yola düşmüşəm. Mənim bir dostum var, hansı ki 2022-ci ildən biz tanışıq. Salman da adı qardaşın və Salmanın çox məncə bir böyük avtomobil kolleksiyası var. Düzdür, bu videoya əsasən GDM sevənlər bəyənəcək deyə düşünürəm. Amma məncə hər kəsin xoşuna gələcək tərzdə avtomobillər var. Əsasən də Yapon avtomobilləri belə deyərdim. Və bu yola çıxım. V8 danışır. İndi gedirik Salmanın evinə. Salmana da dedim ki, abi sənin o qədər maşının var ki, mən bunların hamısını bir-bir çəkə bilməyəcəm. Ona görə də gedirik indi Salmanın evinə, maşınlara elə həyətində. Düzdür, biraz mənim tipli adamdır. Maşını çoxdur, saxlamağa yeri yoxdur. Yəni, maşın alır, amma harada saxlayacağımı bilmir. Ona görə də küçədə düzüb. 3 dənə orada, 5 dənə burada və bu videoda çalışacağım Salmanın evi deməyim, Salmanın evi ətrafında olan maşınlarını maksimum dərəcədə çəkim sizə göstərim. Bəzilərinin bir-ikisini çalışarıq cold start eləyək, biraz için göstərək, çölün göstərək, gül qazı falan belə şeylər eləyək. Ümumiyyətlə, çox maraqlı bir video elə bizi gözləyir. Odur ki, biz Salmanın evinə çatana kimi siz də zəhmət olmasa bizim videonu bəyənin, kanala abunə olun. Şərhləri gözləyin, videonun axırında şərhlərdə yazarsınız ki, hansı avtomobil daha çox xoşunuza gəldi, hansını konkret istəyərdiniz ki, bu mənim arzumdur. Bu şərhlərdə gözləyəcəm. Biz də gedək. Uşaqlar, gəldik, çıxdıq Salman qardaşımızın evinə. Yanımızda da Evo var. Evo Tommy Mackinnon Edition. Hansı ki dünyada haradasa 2000-2200 dənə istehsal olunub. Sol və sağ rul olmaqla və sol rul olaraq da 1800 dənə təxminən istehsal olunub. Bu avtomobilimizdə sol ruldur və bu avtomobilimin belə deyim, xüsusi olmasının bir səbəbi də var ki, Dubaya, yəni GCC olaraq keçir. 3 dənə cəmi maşın import olunub. Qırmızı rəngdə, silver rəngdə, bir də deyəsən qara idi yoxsa göydü, səhv eləmirəmsə. Bu gördüyünüz silverdir, onu da göstərəcək, amma açarımızı da götürdük. Açarı niyə götürdük? Çünki sizi cold startsız saxlamayacağım, cold start da verəcək, amma istəyirəm biraz kapotun altını açaq, sizə onu göstərim. Birinci səfərdə Evo'nun kapotunu açmağa çalışacağım, deyən görüm. Tapdım. Bunu da belə qoyaq. 2.4 litr həcmində bir Mitsubishi'nin Tommy Mackinnon üçün olan bir Evo mühərrikimiz var. Düzdür, fərqlər çoxdur, burada dəyişikliklər çoxdur. MAP tərəfindən hazırlanmış çıxış kollektorunu görürsünüz. Biraz başım qarışıb İngilis dili, Azərbaycan dili, ona görə biraz qırla-qırla danışa bilərəm. HGS-in bəzi burada detallarını görə bilirsiniz, HGS-in rampasını görə bilirsiniz. Bundan savayı D2-nin coiloverlarını burada görə bilərsiniz və TÜV sertifikatlıdır, onu da bax qeyd etmiş olam. Və əsas məsələlərdən biri, çox istəyəcəm bunu göstərək, avtomobilin şasi nömrəsində 3 görə bilərsiniz, yəni 3 dənədən biri olaraq keçir. Çox maraqlı maşındır, istəyirəm kapotu örtək və İngül var sizə cold start da verim. Amma onu da qeyd edeyim ki, avtomobildə bəzi dəyişikliklər olunub. 450-500 at gücündədir, 4 çəkəndir təbii ki və ən onun xüsusi cəhəti isə onun Tommy Mackinnon Edition olmasıdır. Möhtəşəm bir maşındır. Arxa hissəsində Tommy spoiler da görə bilirik. Bu spoiler da Tommy Mackinnon Edition-a məxsusdur. Evo'nun arxa hissəsinə baxanda Evolution Tommy Mackinnon Edition. Bu da Lancer. Hazırsınızsa içində göstərək. Sonra deyəcəklər ki, için göstərmədim. Yəni gördüyünüz bu oturacaqlar falan hamısı Tommy Mackinnon Edition olaraq keçir. Hətta burada yazıda da burada görə bilərik ki, fikir verirsiniz. Recaro T Mackinnon Edition.
Yapon səsi. Bununla bir dağlarda qızıl qazma istəyir. Zimni şipli təkəri vurdun, getdin. Hara kimi desən gedəcəksən, amma edition olmağı, limitli olmağı, onun elə evdə qalmağı deməkdir. Ona görə də evdə saxlayır. Biraz qızsın, yüngül qaz verərəm. Məncə çox incitməyək. İnteriyeri də istəyirəm bir dənəsə göstərim. ...74.550 kilometr. İmzası da öz yerində. Belə, bu bizim Tommy Makinenin editionımız. Uşaqlar, maşın çoxdur, vaxtımız azdır. Ona görə də hər maşından az sizə görüntü verəcəm. Keçdik növbəti avtomobilimizə. Uşaqlar, evdən çıxdıq. Amma evdə bir dənə Tommy Makinenin editionu idi. Qardaşın qalan maşınları hamısı yolun qırağındadır. Burada da yəni sübut olunur ki, Dubai necə də safe, belə də çox belə güvənli bir yerdir. Yəni yolun qırağında bu qardaş maşınlarını rahat saxlayır. Kalan maşın var, açığı neçəsini bu videoya sığdıracaq bilmirəm. Ona görə də məncə dayanmadan davam eləmək lazımdır. Bir məsələ də var ki, demək olar 90% avtomobilləri hamısı ağ rəngdədir. O da qəribə bir nüansdır. Ona görə də nə ağ görsəz bilin ki, Salmanındır. Yanımızda 2 dənə Yapon əfsanəsi var, amma açarlar çox olduğu üçün məndə. İndi mən bu açarları bura yığacam deyəm. İndi mənə nə lazımdır? Bunun açarı. Hani bunun açarı? Hə, bu bunun açarı. Bu nəyin açarı idi bu? Bu nəyin açarı idi ha? Deyən. Bunu bildim. Bunu da bildim. Bunu da bildim. Onu da bildim. Hə, elə bu onun açarıdır. Şu. Bax, bu ikisini götürək. Açarlar məndə. Parkovşik oldum belə riski. 2 açar, 2 maşın. Düzdür, safe açarına oxşuyur, amma bu köhnə GDM, Yapon əfsanələrinin açarıdır. Tak, gəl başlayaq Z-dən. Bu gördüyünüz Nissan Fairlady Z. Yəni Datsun 240, bilməm, bilənlər varsa, onun Datsun 240 babadır. Nəvələr isə 340 ZX-dir. Bu avtomobildən sonra 350 Z çıxdı. Ondan sonra isə 370 Z çıxdı. Yəni bu bir Z nəslindəndir. Ştutkada işlədiyi Z nəslindəndir. 3 litr həcmindədir, 2 turbomuz var, yüngülvari stage olunub avtomobilimiz və bundan savayı da nəyimiz var? Downpipe'ımız var idi. Disklər dəyişilib, amma deyir təəssüflər olsun ki, askı sistemini dəyişməmişəm. Askı sistemi də varımdır deyir, amma dəyişəcəm. Nəysə, uşaqlar çox uzatmadan indi bunun qapısını bir açaq. Yəni, birinci səfərdir mən də sizinlə birlikdə 300 ZX-in interyerinə baxıram. Bose audio sistemi var və burada çox maraqlı bir yanaşma var. Şüşənin belə forması. Maşının içinə eləşək. İnteryer qəşəng. 134.000 kilometrdədir. Atmosfer belə. Arxadan vəziyyət bu formada və bu üst hissələr krışqa olaraq açılır. Onu da nəzərinizə çatdırım. Maşın özünə gəlinə kimi, qızana kimi kapotun altına gəlin baxaq. Videonu bəyənirsiniz, zəhmət olmasa. Bax, bu yayın istisində deyəcəkdim. Gözüm yanıb, bax, burnum da yanıb. Hə, bu yayın istisində video çəkirirsiniz üçün 3 litr həcmində 24 klapan, 2 turbolu işləri var. Adamın 20 dənə maşını olanda, yəni hər maşında müəyyən işlər qalmış olur təbii ki. Maraqlı. Bunu da bağladıq. Uşaqlar, bu videoda görəcəklərinizi yavaş-yavaş göstərirəm, amma onu da qeyd edeyim ki, Salmanın MK4 Suprası, GTR 32, GTR 33, Mazda RX-7. Başqa nə dedi? Başım,
yadımda qalan bunlardır. Bunlar ustadadır, workshopdadır. Ona görə bu videoda onları görə bilməyəcəyik. Amma görəcəklərimizə, yəni darıxmayın, göstərəcəm hamısını sizə. Gəldik Toyota MR2'ye. MR2 Salmanda 4 dənə var. Biri bu, yəni tam stokdur. Yəni yüngülvari, suspension var, yəni coilover var üstündə. Bir də ki diskləri dəyişib, bir də ki spoiler dəyişib. Dediyinə görə çox stokdur. Digəri isə çox belə normalni, yəni sizə deyim ki, sürətli bir avtomobildə yığıb çalan işlər görülüb onda. Düzdür, maşın burada yoxdur deyə onun haqqında çox danışmaq istəmirəm. Bu da standart MR2 deyil. Düzdür, burada nəsə alıb gözləyir, zapçastı gəlməlidir, buna taxmalıdır. Bu standart olmamağı, burada turbo yazısının olmağıdır. Bu 2 litr turbo mühərrikli bir MR2'dir. Bizim ölkəmizdə səhv eləmirəmsə bir dənə var. Yaşıl, tünd yaşıl rəngdə olmalıdır. Belə. ZX olduğu kimi, ZX-də olduğu kimi MR2-də də bu hissələr şüşədir fikir versəniz və bunlar ayrıca çıxır, yəni çıxarda bilərsiniz. Düzdür, bu videomuzda sırf MR2 çəksəydik, hər yerini söküb dağıdardıq, amma ümumi bir Salmanın maşınları adında bir video çəkirik. Başqa nə var qabağında? Hə, bir də onu deyim ki, faraları açılır. İndi MR2-ni bilənlər, tanıyanlar bilir. Çox gözəldir, yəni çox bəyəndiyim bir modellərdən biridir. Heyflər olsun ki, bizdə yoxdur. Gəl. Bu da Salmanın pişiyidir. Bişmirsən sən. Yes. Bunu xoşlayıram. Z mənim üçün biraz böyük gəlir. İçinə də əyləşirsən. Oy, 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 oy. Bu bildiyin, qardaş, Yapon. Bu hissələr də çıxır. Söküb tökmək istəmirəm. Qorxuram həm də. Amma Yaponlar arabayı yenə pedalları yapışdırıblar bir-birinə. Cold start verək. Deyirəm sənə. Vəziyyət belə. Probek bu formada. Yəni ortadakı bu dizayna falan özünüz baxın da, kondisioneri falan. Skors başlığına kimi hamısı zavatskoydu. Burada damı. Burada da bunun bardaçoku, belə desəm. Üstdə var, altda var. Arxadan da çox belə maraqlı şüşəmiz var, patpresimiz var. Burada elə bir şeyimiz yoxdur. Burada ehtiyat təkərimizdir, coilover'ımızdır. Yenə D2'nin coilover'ıdır. Burada bagaj var, qabaqda bagaj var. Okay. Thank you. Thank you. Uşaqlar, 2 litr 16 klapan Twin Entry Turbo. Her şey stok. Motor da arkada. Bilirdim ama vallahi Allah hakkı bilirdim motor bunun arkadadır. Mid engine zat bilirdim. Sese bak. Sese bak. Çok zordu. Çok zordu. Neyse day cəmaatın maşını ilə çox oynamayaq. Çünki çox hələ sizə maşın göstərəcəm. Bu da MR2. Qapını kilitlədik. İndi belə edirəm ki, çəkdiyimi sağ cibimə qoyuram, çəkmədiyimi sol cibimdən götürürəm. Bax, indi o cover'ın altındakı maşını çəkəcəm. BMW xəstələri yaxın əyləşsin. Sizə qəşəng bir dənə M8 göstərəcəm. Sizcə nə rəngdədir? Üstünü açan kimi fikirləşin. Bəli, ağ rəngdə. Şaşırdıq mı? Hayır.
Hiç şaşırmadıq. Ağ satin, bilməm, bəlkə də PPF ilə satin olub. Çox qəşəng. BC Forged. Tam üstünü açmayacağım uşaqlarda, sorry. Bütün tenti aça bilməyəcəm. Çünki tentli maşın çox var. Amma belə görüntü olaraq göstərim. Tumbağını götürüm. M8 Competition qardaşım. Amma burada da stage olunub, egzoz dəyişib, downpipe falan hər şeyimiz var. Bütün avtomobillərin at gücü artıq yadımda deyil, sorry. Ona görə də hamısında bir-bir soruşmaq alınmır, çünki özü burada deyil artıq. Belə, qəşəng M8'imiz var. Əsas məsələ odur ki, bütün maşınlar xodlanır. Salman abi göz dəydi sənə. Oturdun getdin. Üf, ağ salonla M8 Competition. 69.773 kilometrdədir avtomobil. Qəşəng. Bunun cold startını mütləq çəkməlisən. Yəni spec bu maşına görə dedi ki, çox qaz vermə, qonşular şikayət eləyə bilər. Bunu bu günləri səhv eləmirəmsə sürür deyə səsli cold starter bu formadadır və biraz tutalıyım oraları gəlirəm. Deyib cold eləmə, yüngül eləyər, yüngül. Çok oldu biraz. Gel dedi. Mən də öldüm. Bu Porsche keçdi bayaq. Onun səsiydi mən. Bərk gəlir axı səsi bunun. Salman, ne yapıyorsun? Bizi olaylara soktun Salman. Bu M8'imiz də doludur, hoşum. Çox. Bunu da keçirdirəm. Bu tərəfə. Davam eləyirik. GDM-lərlə davam. Sən nə boydasan? Balinasan sən. Bu boyda maşın olar. Bu boyda maşın olar. Tumbamız. Deməli, uşaqlar, arxada 6 dənə maşın görə bilərsiniz. 5-in üstü tentlidir. Hamısı Salmanın maşınlarıdır. İndi baxaq görə əlimizdə neçə dənə açar qalıb. Paspartu, neçə açarımız var? Paspartu, bizim neçə açarımız var? Paspartunun 1, 2, 3 dənə. Yəni bu da o deməkdir ki, 6 dənə maşından 3-ünün açarı bizdədir. Qalan 3-ünün də açarını istəyə bilərəm, amma video çox uzansın istəmirəm. Həm də marağını tam öldürməyim. Xoşunuza gələr, gələn səfər gəlib çəkərik. Amma maşınların altında sizə belə ümumi göstərəcəm. Gəlin elə başlayaq ən arxadan. Ən arxada bir dənə Mercedes'dir. Əslində 6 dənə maşın dedim. O adi sadə Mercedes'dir. Ondan işimiz yoxdur. C180'dir, nə də ondandır. Burada isə bizim 1, 2, 3. Elə 3. O ikisinin açarı yoxdur bizdə. Onları ala bilərik. Nəysə, başlayaq elə olanlardan. Deməli, Honda. Honda odur. Bu budur. Hə, tamam, bildim, tapdım. Paspartu bu açarla davam eləyir. Gəlin, sizə də göstərim. Burada məncə heç kim görməyib. Çox maraqlı bir Honda Civic var. Pop the Hood da bildiyin. Pop the hood. Pandem kitləndir Civic'imiz. Onu da qeyd edeyim. Deyə də biraz açıram. Normal swap olunub. Avtomobil motoru, korobkası, zadı hamısı dəyişilib. Səhv eləmirəmsə 450-500 at gücündədir. Civic üçün bu pik bir şeydir də.
Raket Bunny, özünüz görürsünüz. Görüyorsunuz. Anlatmaya hiç gerek yok. Tam yeni açmıram uşaqlarda, yəni öz bilərsiniz. Bu pandem kitli bir Honda Civic'dir. Bu kit səhv eləmirəmsə Civic üçün, yəni istehsal olunan ilk kitdir. Yəni indi yəsin dediyinə görə. Yəni istehsala başlayanda birincisini bu alıb. Görün. Açdıq. İçində Bright kofşlarımız var, Sparkomuz var. Düzdür, ayaq altımız. Ola mən bura nətər girim. Ayaq altımız Mercedes'dir. Və burada çox qəribə belə dog bone var da, it sümüyü var. Yəni bu formada siz Skorusda keçirdirsiniz. Nağarsan Salman, bizi hallərə soxdun. Arxa hissə yoxdur, arxa hissədə bizim rol barımız var. Belə bir formada. Bride'larımız burada. Onun da arxasında da belə bir rol barı görürsünüz. Turbonun səsi möhtəşəm vurur. Nəysə, hava qaralır, Civic'də də çox dayanmayaq, keçək növbəti avtomobilimizə. Sakitliyə işdirəm, amma bu sakitliliyi biz pozuruq. Yox, bağlayanmadım deyən. Yes. Bunu da digər cibimizə, paspartu qoyuruq ora. Davam. İşte gəl indi bunu təzdən gürdələ. Paspartu, necə açarım etməmiş. Paspartunun Görə jackpot görüm udulur yoxsa yox. Hop. Uşaqlar. BMW açarına oxşasa da bu bir Toyota açarıdır. Hansı maşındır? Maşın xəstələri bildi. Bilməyənlər gəlin göstərirəm. Burada qıraqdan belə də nə ola bilər burada düşünə biləcəyiniz. Amma yes, this is a Supra. Özdə GR Supra. Deməli, Salman bu avtomobili sadəcə 5000 kilometr olanda alıb və bütün bu body kiti, səhv eləmirəmsə pnevma da var bunun üstündə. Hə, pnevmasının zadın custom exhaust, titan exhaustu falan var üzərində. İndi göstərəcəm. Bunun hətta istəyirəm kapotunun altını da sizə göstərim. Amma rəngi qəşəngdir. Buradan belə. Bunu açım da, bunu açıb göstərməsə heyif olar. Çox qəşəng bir iqruşqadır deyərdim sizə. Downpipe falan Tudayçıda at gücü. Səhv eləmirəmsə təkərdə 720 at gücü verir bu maşın hal-hazırda. O yadımda qalıb 720 at gücü. Wow eləmişdim çünki. Pat ключ gördüyünüz kimi, klyonkasına kimi üstündədir. Bunu belə sökməyib. İçi BMW-dir. Qəşəng təzə maşın iyi gəlir bunların içindən. Və burada da artıq balaca bizim pnevmanın pultu zadı da buradadır. Mikrofonumuzu söndürürük, kod starta keçirik. Pnevmanı hissələdinizsə, avtomatik oturan kimi qaldı. Klonqa fikir verməyim, BMW-dir. Pultla bizim çıxın buradan. Pultla bizim exhaust valvımız var. Yəni bununla klapanı açıb bağlaya bilirik. Maşın biraz işləsin. Ona qədər də istəyirəm kapotun altına nəzər salaq. Üzdə görünür çox bir şey yoxdur. Burada biraz rəngbərəng intake görə bilirik. Qəşəng titan
Intake'imiz var. Bəzi dəyişikliklər var. Stage olunub, yenə deyirəm, 720 at gücü təkərdə verir. Yəni 720 təkərdədirsə, motorda da bir 800 at gücü rahat var deyə düşünürəm. Deməli, indi 2 modumuz olduğu üçün pultlu, pultsuz. Bir dənə belə baxın. Məncə bu bağlıdır. Vallahi qorxuram. Məni cəmaatla tokkaya salmayın bax. Söndürən kimi də özü buraxır. Nəysə Allah deyən görək. Deportçad olmaq istəmirəm deyən görək. Salman abi, çox iyisin, süpərsin, amma belə səs olar. Qəşəng idi ya, bu xoşuma gəldi. M8 də qəşəng idi, M2 də qəşəng idi. Amma Tommy Mackin'in Evolution da qəşəng idi. Civic'in Pandemi də qəşəng idi. Supra'nı da sizə göstərdim və Paspartunun son açarı ilə davam edirik. Asmırı da elədim sizə. Bu. Çox qəribə görünsə də, buradan nə bilim pası falan olsa da, bu bir Nissan Pulsar GTI R-dır. Yəni, el arasında bala GTI deyirlər. Təəssüflər olsun ki, bizim ölkəmizdə yoxdur və GTI R özü az istehsal olunub. 1000 dənəmi, 2000 dənəmi istehsal olunub və təxminən sol rul olaraq dünyada 1000 dənə olmalıdır. Bu da sol rul bir GTI R-dır. Düzdür, bu avtomobili proyekt olaraq hazırlayıb, çox şüman ki, donordan söküblər. Çünki avtomobilin bütün bu gördüyünüz içi, çölü hamısı GTI R-ındır. Yəni, Pulsar GTI R 4 çəkəndir, çox babat gedir. Düzdür, bu videomuzda sürüş görməyəcəksiniz, amma istədim bunu da sizə göstərmiş olum. Gəlin, avtomobili bir açaq. Bundan Kipper'da görmüşdüm mən, yalan deməyim. Sağ rullusun. Belə qəşəng Recaro oturacaqlarımız var. O, çox dardır. Salman abi, nətər yer? Salman da məndən belə biraz boylu buxunludur. Nətər bu maşınlara oturur, bilmirəm. Amma fikir versəz, hər avtomobildə işlər var. Yəni, pat proyekt avtomobillər kimi də görə bilərsiniz. Qınamıram, çünki maşını çoxdur. Bu videoda əslində 14 dənə hesablamışdım, göstərəcəm. Amma hava inanışı görürəm ki, çatdırmayacam. Eybi yox, gələn ikinci hissə istəyərsiniz, onda çəkərik. Bunda inanmıram dəhşət səsi olsun, Yapon səsi olacaq. Salman abi, göz dəydi sənə. Bəlkə də çoxdandır sürmür, o da ola bilər. Atalar 3-dən deyib. 3-ü də yoxlayırıq, alınması artıq dəyməyəcəm. Yox, cavanlar. Maşını da incitmək istəmirəm açığı. Bəlkə nəsə sekreti var, bəlkə qazı kaçatlamaq lazımdır. Ona görə çox incitmək istəmirəm, amma var. GTI R pulsarımız da var, amma səsini istəyərdik, eşidək. Hoppa. Yəni, çölünə elə fikir verməyin, içi gördüyünüz kimi texniki ideal vəziyyətdədir. Coiloverlar var üzərində, kəçkənimiz var, intake oradadır. 16 klapan Nissan, bu da bizim giriş drosselimiz. Sadəcə xotlayanmadıq. Kapotu ağırdı amma. Paspartunun açarları bitsə də, avtomobilləri bitməyib. Qapını kilitlədik, açarlar bitdi. Uşaqlar, burada çox qəribə bir avtomobil var. Bunu çoxlarınız heç bilmirsiniz, hətta onu deyə bilərəm. Kres, nə idi adı? Kozmo, hə, adı yadımdan çıxmışdı. Mazda Kozmo. Uşaqlar, bu sedan bir Mazdadır, amma rotor mühərrikləndi. Hansı ki, RX-8, RX-7-də olan rotor mühərrik bu avtomobildə də var. Çox retkidir.
çoxlu komment gəlsə ki, nə bilim, bizdə Nivaza çox istəyirlər. Bu avtomobili ayrıca çəkə bilərik sizin üçün. Yüngülvari buradan da görüntü vermiş oldum. Çox da göstərmirəm. Və son olaraq burada da bir dənə maraqlı bir şey var. Qamidin gözü yaşlı. Belə bir furqon. Subimiz var. VRX STI. Yəni zavod nakleykaları zadı hər şey üstündədir. Subaru'nun olmazsa olmaz gold rəngində diskləri var. Belə də görüntü verim sizə ön hissədən. Çox qəşəngdir də, yəni bu. Məncə qəşəngdir. Videonun yarısı şeydir. Paket açır, bağlayır, açır, bağlayır. Bunu da örtək. Bunun biraz boy buxunu iridir deyə çox da bağlamaq olmur. Gələ Kozmo ilə də bağlanan şeyləyək. Uşaqlar, bu da həmin Rotor Kozmo'nun ön hissəsidir. Belə millət, düşünürəm sizə də maraqlı ola biləcək bir video çəkdim. Bu sadəcə dostumuz Salmanın evinin ətrafı idi, belə deyim. Salmanın maşınları idi. Təbii ki, vaxtsız zamansız tez bazar alındı deyə maksimum dərəcədə çalışdım ki, hər şeyi sizə çəkib göstərə bilim. Siz də mənə dəstək olmaq üçün zəhmət olmasa bu videomuzu bəyənin, kanalımıza abunə olun, paylaşın, dost tanışa deyin girib baxsın. Məncə maraqlıdır. Əsasən də bu videoda hansı avtomobil sənin arzun, sənin xəyalın olduğunda şərh hissəsində qeyd elə, bir yerdə dərdləşək. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Gedim əlimi yeməyə. Nə günə düşdü bu?